Azərbaycan Respublikasının müstəqil dövlətin cənab polis ali baş komandanı Vilayət Eyvazova ən mühüm əlaqələrdə Şamil Məzdov Vahidoğlu tərəfindən müraciət edilir ki, müraciətimi Vilayət Eyvazovun özünə əlaqələndirilməsində dərz edilsin ki, Daxili İşlər Naziri Vilayət Eyvazovun polis ali baş komandanı bəzi məqamları maarifləndirmək istəyərəm ki, tarixin, keçmişin, hərbi komissarlığının Binəqədi hərbi səfərbəylik vasitəsində anti-qüvvələrin Xalq Cəbhəsi Müsavat Partiyası, Xalq Cəbhəsi Müxalifət Partiyası, Xalq İqtidar Birliyinin Partiyası, hətta anti-Azərbaycan ideologiyasını Binəqədi tarixi hərbi komissarlıq, hərbi səfərbəylik tərəfindən qurulmuşdur. Öz yaşadığım Binəqədi rayon Biləcəri qəsəbəsinin Biləcəri 6-cı polis bölməsini, Biləcəri hərbi polisini, Biləcəri daxili qoşunlar hərbi hissəsini, Biləcəri Fövqəladə Hallar hərbi hissəsini, Biləcəri Evlər İdarəsini, Biləcəri Dəmir Yol İstansiyasını, Biləcəri Bələdiyyəsini, Biləcəri öz təhsil aldığım 297 saylı orta məktəbi, Binəqədi rayon icra hakimiyyətini, Binəqədi rayon məhkəməsini ermənifərəz təxribatçılıq göstərənlərin marağına əsarət mühasirəsinə gətirilməsinə azad edirəm. Biləcərdə meyvə-tərəvəz obyekti işlədən əl-muxtarı anti-mülki qüvvə seçərək Biləcəri qonşularımın, sakinlərimin üzərinə təvəzzükarlıq güc yetmə əlaqələrini əl-muxtar vasitəsində yaradılmasında əl-muxtarın məhli ilə əlaqəli vəziyyət quraraq Biləcəri qonşularımı, sakinlərimi anti-mülki qüvvə seçərək ev ailə üzvlüyümü evimdən qovmaq şəraitini yaradıblar. Mən uzun illərdir ticari biznes meyvə-tərəvəz obyekti işlədirəm. Biləcərdə də əl-muxtar meyvə-tərəvəz obyekti işlədir. Biz öz ticari biznes meyvə-tərəvəzimi əl-muxtar bu təxribatçıların marağına ticari biznesimi müflis eləmə əlaqələrinə gətirmişdim. Ticari biznes meyvə-tərəvəz obyektimi bu təxribatçıların marağından azad edirəm. Meyvə-tərəvəz obyektimə alıcıları dəvət edirəm. Müştəri gəlişini öz meyvə-tərəvəz obyektimə gəlməsini gözləyirəm. Qız övladım İncanurum, oğul övladım Uğurum, Biləcəri öz təhsil aldığım 297 saylı Biləcəri orta məktəbdə təhsil alacaqlar. 297 saylı orta məktəbin
bütünlüklə müəllimlərinə iş fəaliyyətində müvəffəqiyyətli iş fəaliyyətini firavan həyatında arzu edirəm. Atam Vahid Məcidov Raizoğlu tarixin hərbi komissarlığının Binəqədi Hərbi Səfərbərlik tərəfindən Atam Vahid Azərbaycanın müxtəlif cəbhə bölgələrinə göndərilmişdir. Atam Vahid Azərbaycanın cəbhə bölgələrində hərbiçilərin pul, məvacib gəlirlərinin maliyyətçisi kassiri Atam Vahid işlədiyi dövrdə Atam Vahidin hərbi səlahiyyətlərindən məhdud edərək Atam Vahid adından cəbhəçi əlaqələndirərək Xalq Cəbhəçi Müsavat Partiyası, Xalq Cəbhəçi Müxalifət Partiyası, Xalq İqtidar Birliyinin partiyası yaradılmasında dünyaya da əlaqələndirilir ki, Ermənistana, Rusiyaya, Türkiyəyə, digər dövlətlərə Azərbaycan dünya xalqlarını cəbhəçi əlaqələndirərək Xalq Cəbhəçi Müsavat Partiyası, Xalq Cəbhəçi Müxalifət Partiyası, Xalq İqtidar Birliyinin partiyası Atam Vahid adından cəbhəçi əlaqələndirərək Azərbaycan dünya xalqlarına partiyalar yaradılmışdır. Bu partiyaların əksəriyyəti xalqımızın düşmanlarıdır. Partiyalar ləğv edilməsini İlham Əliyev fərman verməlidir. Bu təxribatçıların marağında Azərbaycanın tarixi torpaqlarını Ermənistana sərhəd yaradaraq Azərbaycanın mülki əhalisini erməni əhalisi ilə qonşu sərhədlər yaradaraq Azərbaycan-Ermənistan sərhədləri yaradılmışdır. Atam Vahid adından cəbhəçi əlaqələndirmə təmas xəttləri, istehkam mifləri Dağlıq Qarabağ diyarına qurulmasında dünyaya da bəhs edilir ki, Azərbaycan dünya torpaq iddiasına bu təxribatçıların marağında təmas xətti qurulmuşdur. Artıq Azərbaycan dünya torpaq iddiasında təmas xətti yoxdur. Azərbaycanın Dağlıq Qarabağ diyarının habelə dünyanın müharibə qarşısını, şəraitini alaraq dünyaya, Qarabağa sülh, əmin-amanlıq arzu edirəm. Azərbaycan dünya torpaq iddialarının çətin mühitlərindən azad edirəm. Azərbaycan dünya ərazi bütövlüyünü biz bərpa edə bilərik. Bu mühitlər mənim ailə həyatıma da təsir edən əlaqələrdir ki, ailə həyat yoldaşımın atası Salihin, qardaşı Erşənin mənəviyyatını, mənafeyini bu təxribatçıların marağında pul hərracına, pul mafiyasına gətirilməsində əleyhinə çıxmışam. Ailəmin ailə üzvlüyünü qaldırmaq istəmişəm.
ailəmin ailə üzvlüyünü bu təxribatçıların marağından geri çəkmək istəmişəm. Atam Vahidin mənəviyyatını, həmçinin öz mənəviyyatımı, mənafeyimi, ailə həyat yoldaşımın atası Salih, qardaşı Eşən mənafeyini müdafiə xarakterli toxunulmazlıq etmişəm. Mən ailə həyat qurmamışdan qabaqda ailəmin ailə üzvlüyü bu təxribatçıların marağında əsarət mühasirəsinə gətirilməsindən çıxardıram, azad edirəm. Bu təxribatçılar mənim ailə həyat yoldaşımı məndən qırağa çıxardaraq öz xüsusiyyətlərimi ailəm vasitəsilə tapdalamaq istəyirlər. Təxribatçılar ailəmin ana bətnindən uşaqlarımı tələb eləmək istəyirdilər ki, mənim öz xüsusiyyətlərimi tapdalasınlar, ancaq mən imkan vermədim ki, ailəmin ana bətnindən uşaqları tələb eləsinlər. Ailəmə məcburi köçkün qaçqınlığı quraraq evimdən ailəmi, övladımı didərgin ediblər. Üçüncü dəfədir ki, ailə dağıdılması ilə mən rastlaşıram. Mən üçüncü dəfədir ailəmin atası evinə gedirəm ki, ailəmi, övladımı evimə gətirim. Ailəmin ailə üzvlüyü deyir ki, biz üçüncü dəfədir son qoymuşuq. Deyirəm, sizin üçüncü dəfədir son qoymuşsuz. Nə isə düzgün əlaqələrdə bilmirsinizsə, mən sizlərə maarifləndirim ki, bu təxribatçıların marağında ailəmə məcburi köçkün kimi evimdən qaç əlaqələri, övladımı evimdən, ailəmi didərgin ediblər. Ailəm övladlarımı özü ilə bərabər atası evinə gedib. Mən ailəmin ailə üzvlüyü ilə də, ailəmin özü ilə də barışmaq istəyərəm ki, ailəmi, övladımı evimə gətirim, evimdə ailəmi, övladımı dolandırım. Mənim ailə işimə qarışan tərəflər hüquq mühafizə orqanları tərəfindən şiddətli tənbih cavabları alacaqlar. Bir daha bildirmək istəyərəm ki, yaxın doğmalara, ailəmin ailə üzvlüyünə zəng edib mənim haqqımda məlumatlar toplayırdılar. Deyirdim ki, bunlar təxribatçılardılar, terrorçulardılar, onların mühitinə qoşulmaq olmaz. Yaxın doğmaları ailəmin ailə üzvlüyünə zəng edib deyirlər ki, dövlətlə danışıq edirsiniz, ancaq ailəmin ailə üzvlüyü, yaxın doğmalar dövlətlə danışıq eləməyiblər. Bildirmək istəyərəm ki, dövlətin nömrəsi şəxsi olur. Dövlətin nömrəsi digər tərəfə ötürülə bilməz. Əmim Mehman və ya oğlu, əmim oğlum Raiz mənə deyir ki, bizə zəng eləyib, sənin haqqında məlumatlar toplayırlar. Deyirəm, onlar bizi istəməyən
adamlığa, insanlığa aid olmayan təxribatçılardılar. Mənim haqqımda yaxın doğmalara, ailəmin ailə üzvlüyünə zəng edib mənim haqqımda məlumatlar toplamasına son qoysunlar. Öz adının fərqli danışıqlarının fərqli düşüncələrinə əsasən şamil edilir. Atası təminatçılığında, öz təminatçılığında Qarabağı bütünlüklə Azərbaycana azad edilməsində Qarabağ Azərbaycandır. Atam Vahid güzəştli ailə, imtizarlı ailəyik. Mən istəyirəm ki, ailəmin ailə üzvlüyü də öz ailə üzvlüyümüzdə güzəştli ailə vəziyyətimizin mehriban ailə təməlini quraq. Ailəmin ailə üzvlüyü ilə də, öz ailə üzvlüyümlə də güzəştli ailəyik. Biz mehriban, xoşbəxt həyatımızı birlikdə güclü olaraq yaşayacağıq. Hər vaxtınız Allah ümidlərində xeyirli olsun. Bu Məhərrəmlik ayında ailəmin ailə üzvlüyü, ailəmin özü mənə mərhəmətli olsun ki, ailəmi, övladımı evimə gətirim. Hər vaxtınızı Allahın xoş üstün dəyərində Məhərrəmlik ayında sizlərə xoşbəxtçilik arzu edirəm. Bu qədər. Mənə qoşulun bir yumruq kimi bu təxribatçıları, terrorçuları biz mən edərək qələbə, zəfər qazanacağıq. Öz fikrini bildirdi Şamil Məzdov Vahidoğlu.